Allah Taala'nın bizlərə bəxş etdiyi nemətlərdən biri də şərafətli Rəcəb ayıdır. Bu ayda bəndələrin öz nəfislərini təmizləməsi üçün, günahlardan qurtulmaq və daha çox salih əməl görmək üçün fəzilət qapıları qulların üzünə açıq olur. Bu ayda çoxlu oruç tutmaq, dua etmək, Allahdan bağışlanma istəmək daha çox tövsiyə olunmuşdu. Necə ki, İmam Sadiq aleyhissalam Peyğəmbərin belə buyurduğunu nəql edir. Rəcəb ayı ümmətimin istiğfar ayıdır. Bu ayda çoxlu istiğfar edin. Allah bağışlayan və mehribandır. Rəcəb ayı çox şərafətli aydır. Hətta cahiliyyət dövründə belə insanlar dua etmək üçün bu ayı gözləyərmişlər. Hədislərdən birində Peyğəmbər sallallahu aleyhi və alihi və səlləm buyurur. Agah olun ki, Rəcəb ayı Allah Taala'nın bərəkətli aylarından biridir. Bu ayın əhəmiyyəti o qədər böyükdür ki, Əsəm adı ilə adlanmışdı. Çünki digər aylar fəzilət və hörmət baxımından bu aya çata bilməmişlər. Rəcəb ayı Allahın, Şaban ayı mənim, Ramazan ayı isə mənim ümmətimin ayıdır. Hədisdə Peyğəmbərin bu ayın Allahın ayı olmasını vurğulamaqdan məqsədi bu ayın əzəmətini bizlərə çatdırmaqdır. İmam Kazim aleyhissalam Rəcəb ayı haqqında buyurur. Rəcəb, cənnətdə süddən ağ, baldan şirin bulağın adıdır ki, Rəcəb ayında bir gün oruç tutan şəxs həmin bulaqdan dadacaqdır.